Salam əziz şagirdlər, gördüyünüz bu sual nümunəsi yəqin ki, yuxarıda da qeyd olunacaq. Həmin bu videonu bir anlıq saxlayın, özünüz cəhd eləyin, ondan sonra videonun gerisinə baxın. Yoldaşlar, verilib ki, ABC ədədi AB-dən 375% böyük olarsa, A plus B plus C cəmini tapın. Normalda müəllim belə olsa, hansı səviyyədə olursansa ol, fərq eləmir. Adamın ağlına birinci olaraq öyrədilən şəkildə bunları açmaq gəlir, açıb bərabərlik eləmək gəlir. Lakin bir məntiqən baxaq, ABC ədədi AB-dən 375 vahid böyükdür. Yəni bu AB üstü xəttdən 375% böyükdür. Az olan budur. Az olanın üzərinə 375 gəldiyimiz zaman buna bərabər olmalıdır. Tamam. Yazaram bunları alt-alta. 375 üstə gəlinsin AB, ABC. Əsas nüans burada başlayır artıq yoldaşlar. Bir düşünün. 5-in üstə nəsə gəlsəm C-dən başlamaq lazım deyil. 3-ü gətirib aşağı tutalım ki, desəm 3-ü gətirmişəm olduğu kimi aşağı. O zaman A nədir? Buradan 3-dür. 7-nin üstə 3 gələndə 10 neçəsə eləyir? 10 eləyə bilər, 11 eləyə bilər, nəsə eləyə bilər. 7-nin üstə burada 3 gəlmişsə 2 rəqəmli eləyir 10. O 10-un biri bura gəldiyi zaman A 3 olur axı o zaman. O zaman məcbur A neçədir? A olur 4. Yazdığım zaman 7-nin üstə 4 gəldiyimiz zaman 11. Birini yazıram, 1 yadda. Yaddanı da bu 3-ün üzərinə gəldiyimiz zaman A həqiqətən 4 və doğruluq payı ödəndi. Burada bir problem yox. Ondan sonra B 1 olduğuna görə baxaram. Yoldaşlar 5-in üzərinə 1 gəldiyimiz zaman da C də eləyər 6. Bu qədər bəsit. A-nın yerinə yazıram 4, üstə gəlsin. B-nin yerinə yazıram 1, üstə gəlsin. C-nin yerinə yazıram 6. O da eləyəcək 11. Bu qədər bəsitdir əslində həll.